Bu gün Tüzəli Ağayevanın Qovuş Ona adlı mahnısının prezentasiyası olacaq. Bu klipdə Tüzəli xanım tek deyil, yəqin ki, press-relizimizi yaymışıq və məlumat da var sizdə ki, klipdə çox gənc, çox yetenəkli, çox istedadlı bir ifaçı. İfaçı demək olmaz, hələ ifaçılığı deyə indi başlayıb, amma çox istedadlı Sura adlı müğənni sizə təqdim olunacaq. Qarşılıq Tüzəli xanım Ağayeva bizim 2014-cü ilin Olimpiya elçisi, səfiri və əməkdar artist. Buyurun. Əziz media nümayəndələri, əziz jurnalist dostlarımız, hamınızı bu xoş gündə xoş gördük. Bugün bir neçə mənim üçün əlamətdar bir hadisədir. Çünki həm yeni mahnıdır, amma yeni mahnıdan və klipdən öncə çoxdandır içimdə bir çırpıntı, bir həyəcan var ki, mən hörmətli jurnalistlərimizə və sosial şəbəkələrimdə də yazıram ki, tamaşaçılarımıza yeni bir səs təqdim eləyəcəm. Gənc, istedadlı və hər zaman belə gənc qalsın, gözəl qalsın. Bizim bir balaca, necə deyim, tanış olma tarixçəmiz var. Mən sizə Sura Əsgərlini təqdim etmək istəyirəm, amma onun yəqin ki, səhnə adı Sura Əsgərli olmayacaq, Sura olacaq. Çünki o qədər gözəl bir adı var. Rəhmətlik nənəsinin adını daşıyır. Suranın səsi, Suranın səsinin rəngi, Suranın iç dünyası, şeiriyyatı, hətta musiqi yazır, onu da deyim. Məni gerçəkdən bir sənət adamı kimi, bir musiqiçi kimi, bir profesional kimi çox cəlb elədi. Biz sıx-sıx görüşürük. Onun şeirlərini oxuyanda, başa düşdüm ki, mən bu şeirlərdən birinə mahnı yazacağım. İlk işimizdir Sura ilə. Qovuş Ona adlı mahnı ərsəyə gəldi, əziz dostlar. Sözləri Suraya aiddir, musiqisi mənə aiddir. Bizim klipin ərsəyə gəlməsində ayrıca bir adını çəkəcəyim, necə deyim, insanlar var ki, Lady Words şirkəti, mən istəyirəm ki, şirkətin rəhbəri Səadət xanım Məmmədovaya təşəkkürümü bildirim və deyəsən Lady Words'dən bizim Zəhrə xanım Hacıbəyeva bu gün xoş gəlib, səfalar gətirib. Mən bütün şirkətə, bütün Zəhrə xanım, siz lütfən bura buyurun. Mən sizi də istəyirəm ki, jurnalistlərimiz görsün. Çox sağ olun gəldiyiniz üçün və o şirkət, çox sağ olun Zəhrə xanım, minnətdaram sizə. Çox sağ olun, təşəkkür edirəm. Və Lady Words'ə çox minnətdaram. Bizə doğrudan da anında o söhbət açılan kimi öz dəstəklərini əsirgəmədilər. Səadət xanıma bağrıma basıram, çox salamlarımı çatdırım. Pərvinə ayrıca salamlarımı çatdırıram, qulaqları çınqıldasın, xaricdədirlər, burada deyirlər və onlara çox minnətdaram ki, bizim əlimizdən tutdu, tək mənim yox, Suranın və mənim. Ladies World-ə mən minnətdaram, çox gözəl şirkətdirlər, işlərini çox uğurla edən bir dizayn şirkətidir ki, insanlara sevinç bəxş eləyirlər, zövqlərini oxşayırlar və bugün mənim işimdə də mənə maddi və mənəvi dəstəklərinə görə təşəkkür edirəm ki, onlar ürəklərinin gözəlliklərini bir daha sübut etdilər, göstərdilər. Hamısına minnətdaram.